Necə təklifdir? Sən yaxşı insansan, ürəyi təmizsən. Ona görə də istəyirəm ki, mənim dostumun yanında sənin kimi oğlan olsun. Hə, əmi, mən hazır, nə qarıq, nə deyirsən eləyək. 1. Kəməri bağlıysan. 2. Çantaya baxmaq olmaz. Pul verəndən özünü tutub. Arada mənə də ver də. Nə paxıllıqdır. Ay qız, mən o pul zad verməmişim. Ya xəbərim var, canavarsan ha. Sevindir də, sevindir, uşağı da sevindir. Buyur. O sənin haqqındır, narahat olma. Yadına saxla, hər işin məsuliyyəti var. Ata, biz həmişə başqa-başqa evlərdə qalacağıq. Sən çox yaxşı adamsan. Nətərsən, nə var? Canıma azlar qayıracam. Ağzımda dedim ki, get o qızın qabağına sür. Gülnar, salam, nətərsən, tanımadım səni. Nərminə evlənmə təklif edəcək. Hə, Kərim. Rahmin, Nərminə evlilik təklif edir. Kərim, nə inirsən, eləyirsən, o təklif olmur. Eşidirsən məni? Bəhruz! Bu nədir, almısın? Qardaşı işləyir də, mən işləyən adamın pulu olur. Sən qazana bilmirsən də, o demək deyil ki, böyle şəhərdə pul yox. Hər şey almışam sənə. Ayıb olsun sənə. 3 gündür gəlmişsən, hər yemisən. Polisinə kimi düşmüsən ixtiyar. Mənə nə yığırsan? Pula çağırırsan? Hə, qaqa, elə Nərmindən aldığın pulda gətirib salarsan bunların toyuna. Konum atma. Rayondan gələndə at oğrusuna oxşuyurdu. Kişi özünə maya bıraxıb əyin baş aldı. Kim oldun sən kasıb? Neynədin? Rauf, yaxşısan? Dağda deyilsən, kəhcil. Kərim! Minəcəm səni, Kərim, haradasan? Kərim! Haradasan, cındır? Alo, bəli. Bəli, mənəm. Hansı xəstəxana? Yaxşı, gəlirəm. Götür də. Alo. Hə. Nə oldu? Nətər yan, nə oldu? Ailəm dəydi bir-birinə, nə olmalıdır da bundan artıq? Evdəsənsə? Hə, evdəyəm. Nə oldu? Nəsə oldu? Konum at. Hə, yaxşı, gəl. Qulaq gör nə deyirəm. Gələndə nə alım? Sana bazılar. Heç nə lazım deyil, gəl. Yox, indi elə olmaz da, indi birinci dəfədir gəlirəm. Əli boş gəlmək də indi odur. Ad boy verdi ya. Çox boş danışırsan, çox boş danışırsan. Konum at, çox kinoşun idi özdə. Nəsə, görüm konum atdı. Ay, Rauf, tez ol, gəl də deyirəm, tələsirəm mən, getməliyim təcili. Əmin, sən yaxşısan ümumiyyətlə. Görmürsən mən burnum sınıb, nə vəziyyətdəyəm? Qardaş, gəl çıx görək, harada qaldın? Abi, yaxdan hərə bir tərəfə çağırın. Açarı ver, şikayət vaxtıdır. Açar deyəndə ki, ən görüm hara qoymuşum onları. Bir də öl, iki də ölüm. Başım da çıxmır. Sınıb, Nərmin. Başa bax, görənsədir. Budur. Qardaş, taksi çağır. Belə deyik, bir yazır, VIP yerdə. Al. Sən maşını sürə bilirsən, Nərmin. Gel, onu da vuracaq sanası 2 saat onunla əlləşməyəcək. Gözlə taksi çağırım, gedək. Nə vaxtda gələr taksi? Nərmin, çağırmışam da, haçan gəlsə, onda da çıxıb gedəcək, dirəşməməklə. Kərim olsaydı aparardı bizi. Bunu tutsam minəcəm deyə. Ah. Götür də. Nərmin, gəl otur, sən aparım. Sən hələ buradasan, hala. Söhbət burada belə qutarmayacaq, qaqaş. Gedirsən, gəl. Nə baxırsan? Bu ilə çıxıb getməyəcəksən də yəqin ki, Nərmin. Rauf, mən tələsirəm. Nərmin, dəli eləmə məni. Qaqaş, çıx get, gəlmir. Nərmin. Sən oyundan getsən, Nərmin. Nərmin!
Hə, nə oldu? Hüsnüdə çayla içməyə şeylər götürdüm. Vafli də zadlı kurasan. Bizdə şokolad. Ay, onu demirəm. Yəni nə oldu? Nə oldu? Məsələ nə oldu? Nə olacaq? O qədər idi. Keçim də içəri. Keç daha, keç. Belə çiyini vurdu, keçdi mən içəri. Mən belə gəldim, qapının tinindən baxıram. Vay dədam vay. İxtiyar Rafa bir dənə kəllə qoydu. Tarab sərələndi yerə. Nə oldu? Döyüş nədir? Əlimə atdım ki, çipsi götürüm. Dedim mən əlimizə Kərim, deyirəm orada nə oldu sonra? Mən elə biləm deyirsən ki, sonra nə haldı? Sonra heç nə olacaq? Rafın burnu qırıldı. Qım götürdü hər yerə. Onu deyirəm. Deyirəm ki, Rauf Nərminə evlənmə təklif elədi ya yox? Yox. O soğuqda evlilik təklif olar. Hə, səs oydu onu. Düzdür, O mən maraqlıydı mən elə. bilmirəm, biraz orada qaçdım. Amma məncə olmaz, o soğuqda kimdə evlilik təklif eləyir? Amma burada iki dənə məsələ var da. Nə məsələ? O birincisi, oranın yerini kim bilirdi? Mən. Rauf da nə deyəcək? Çağırıb mən soruşmayacaq ki, ixtiyara sən demisən oranın yerin. Sonra ikincisi, Nərminlə ixtiyarın pul məsələsini kim bilirdik? Sən. Sənə demişdi də ixtiyar məndən pul götürməyib. Nərmin də səndən şübhələnəcək ki, sən demisən. İkimiz də p***daq. Salam. Mən atamı gətiriblər bura. Ad soyad deyin. Knyaz Əlverdiyev. Knyaz Əlverdiyev reanimasiyadadır. Mən necədir bəs vəziyyəti heç olmasa? Cavad doktor. Bəli. Knyaz Əlverdiyevin qızıdır. Mənim atam hardadır həkim? Atanız reanimasiyadadır. İlkin baxışda onurğasında qırıq görülür, bir də bövrəyində zədə. Təcili əməliyyat olunmalıdır. Onurğası qırılıb? Bəli, vəziyyəti ağırdır. Ona görə də əməliyyat alınmalıdır. Bir də polis sizdən izahat almalıdır. Polis niyə başa düşmədim? Xanım, atanız avtoqəza keçirdi. Ona görə də sizdən izahat alınmalıdır. Bir də mümkündürsə əməliyyat almalıyıq. Yaxşı, əməliyyat almalıyıq, əməliyyat alın da. Zəhmət olmasa tapşırın, xəstəni əməliyyata hazırlasınlar. Yaxşı doktor. Sağ olun. Sağ olun. Xanım, atanızın əməliyyata alınması üçün 5000 manat köçürmə etməlisiniz. Problem deyil, mən eləyəcəm sizə əməliyyata götürüm. Təəssüflər olsun ki, siz ödəməni etməsəz əməliyyata alınması mümkün deyil. Necə, elə şey olur? Xanım, xahiş edirəm səs tonunuzu aşağı salın. Yox, siz nə danışırsınız? Xanım, burada qayda belədir. Elə qayda olur. Nə, yəni ölsün adam orada? Xanım, özəl xəstəxanadır bura. Burada qayda belədir. Yaxşı, xanım. Açıdan Rauf. Hey, Nərmin yığır. Açma. Sabah işdə görməyəcək məni. Deyən, sevgilimin yanındaydım, götürə bilmədim. Hə, can Nərmin. Alo, Aydan. Ayda, sən işim düşüb, Atam qəzaya düşüb. 5000 pul lazımdır. Doğrudan? Hə, Allah şəfa versin. Hə, mənim kartımda valla belə 300 manat pul var. Əgər sənə kömək olsa, onu yollayım. Yox, Aydan. Nəysə, əgər ona ehtiyacım olsa, deyəcəm sənə. Ayda. Kimdə olar görəsən? Heç nə mənə gəlir dedi, mən tanıyırsan, küçük gələr. Heç nə beləcə uşaqlar sağ olsunlar. Qələt ellər hamısı. Ay, mənə zəng gəl, mən nə deyim sizə? Hay can qardaş oğlu.
Əmi nətərsən? Əmi bomba kimi, əmi yaxşıdır. Sən gör nə qədər ürəyi təmiz adamsan ki. Bayaqlar elə dedim səni yığım. Sonra dedim məni yatıb eləyərsən. Dedim narahat eləmə, o da özün yığdın. Nə yaxşı yığırsan. Nə oldu əmi, salamatsıqdır? Bomba kimidir, qardaşlarla oturub vururuq. İxtiyardır, dedi, oğlan var ya. Heç nə oturub yeyib içirik. Nə varsan, neysən, dedim gəlib bəlkə mənə aparasan. Hə, o problem deyil, əmi, konum atarsan gəlib götürərəm səni. Prosta bir məsələ var. Sənə işim düşübdür. İşin düşüb. Sən ki olmadı ki, eləsən işin düşəndə mənə axtarsan, sən. Bizimki dostluq olmadı. Yaxşı, deyəcəm, nə işin düşüb? Hə, salamatsıqdır, əmi. Prosta biraz pul lazım idi. Nə qədər lazımdır ki? 5000. Oh, 5000? Hə, əmi, 5000. 5000 az pul deyil, sən nə varıbsan ki, hesabı 5000 lazımdır? Aynen, yeri deyil, bir dəqiqə dayan. Əmi, qaytaracam ha, yəni qaytarmaq şərti ilə götürürəm. Bildim, boş kimi istəyirsən, narahat deyirəm. Prosta yəni, neyiniysən o 5000? Nə lazımdır o 5000? Bir nəfər var, əmi, xəstəxanaya düşübdür, təcili əməliyyat olmalıdır. 5000 pul deyiblər. Ona görə deyirəm, təcildir, yoxsa... Yaxşı. Ona belə eləyək də, sən kartını at. Mən sənə 5000 göndərim, mənə taksi vurub özüm gələrəm. Yox, əmi, heç yana getmə. Mən özüm gəlib səni götürəcəm. Onsuz mən burada ödəniş eləyirəm. Tabii, mənlik nə iş var ki burada? Konumu at, mən gəlib səni götürəcəm, yaxşı? Yaxşı. Onda elə konumu da atıram, kartı da göndərərsən, yaxşı? Sağ ol. Atası xəstəxanadadır. Mən də deyirəm, bu bayaqda məni yığmayıb. Sən yük qutardın ki onda? Əsas atasına işin olmasın, amma qorxdum, dedim, indi yığıb məni öldürəcək. Rauf yığır. Aç gör nə deyir? Açım nə deyim? Canı vazzardır, bir aç görək nə deyir? Bəlkə deyim ki, sevgilimin yanındayım. O qardaşıq da, o mənim başa düşər də. Kərim, sən qələt eləyərsən o sözü deyərsən, eşitdin məni? Bax, sənə deyirəm, birdən çaşarsan, Raufa deyərsən ki, Aydanla mənim aramda nəsə bir məsələ var, biz görüşmüşük, ondan sonra öz əllərimlə səni öldürərəm, eşitdin məni? O da öldürəcək də, ondan sonra qoy elə ölümüm sənin əlin. Aç hə telefonu. Aydan mənim. Bəli, hə. Bildim, prosto ki, o... Yaxşı, qardaş. Nə oldu? Bilib nəsə, nə oldu? Mənlə verdin, bu məni öldürəcək. Nə oldu, mən əllədir? Ay, cavab ver də Kərim. Dedi səni dağıdacam. Kərim, sən dur get, mən məsələni həll eləyərəm. Bir şey fikirləşəcəm. Ara get. Nə olur bu burada qalın da. Mənə bax, buna bax. Bax, burada da yatacam. Axşam yanıma zat gəlmək. Kərim, dur canım ol. Dur çıx çölə. Nə oldu? Elə dağılmaq olanda Kərim dur çıx get. Bu söhbətdə ikimiz də varıq ha. Dur, qatıqlayırsan çöl. Dur. Aç da Rauf, aç da bu zibili. Xanım, atanız indi əməliyyata alınacaq. Çox sağ olun. Allah razı olsun. Valla mən buradayım da mən heç yerə qaçmıram ki, mən ödəyəcəm. Pul ödənib də əməliyyata alınır onsuz da. Necə yəni, kim ödəyib? Sizinlə birlikdə gələn bəy. İxtiyar. Bəli, adı İxtiyar idi. Allah şəfa versin. Sağ olun.
Ay bəli, nənə. Alo, Bəhruz. Gecən xeyir. Gecən xeyir, nənə. Nə tərsən? Salamatçılıqdır. Hə, bala salamatlıqdır, şükür. Bala ixtiyara yığıram, götürmür telefonu. Hə, nə olmuşdu ki, elə belə? Bala televizor qarışdı, serialım başlayıb, hərdən belə olurdu. Özüm düzəldə bilmirdim. İxtiyara deyirdim, düzəldirdi. İndi yığıram, telefonu məşğuldur. Özü də oje mənimlə çox gec-gec danışır. İxtiyardan da narahatam. Hə, nənə, işə qarışır, başı çox işləyir. Yəqin başı işə qarışır. Bala ona deyir, mənə zəng eləsin də. Televizorda qalıb belə. Nənə, pult yanındadırsa başa salım düzəlt də. Yanındadır. Mən üzrü sayı biraz yuvandım. Saydım. Bura bax. O pul məsələsi nətər oldu? Nə nətər oldu? Neyniyə bildin pulu? Əmi dedim də, xəstəxanada adam var idi, ona lazım idi, verdim ona. Kimə lazım idi ki? Mənim bir dostum var. Elə bil ki, onun atası avariya düşmüşdü, əməliyyatlığı idi. Pul ona lazım idi, verdim elə ona. Yəni, belə narahat olma, əmi. İşləyib qaytaracağım, yəni pula görə narahat olma. Mən narahat deyiləm. Bu günə qədər mənə hələ elə adam olmayıb ki, mənim borcumu qaytarmasın. Neşsən? Mən adamın böyrəyini satıb, borcumu qaytarıram. Bildin? Yox, əmi, o mənə də demədim. Yaxşı zarafat edərim, Amma qəti narahat deyiləm də. Lap yaxşı, əmi. Sürüyüz. Qabaqdakı binada eləmi? Hə, qabaqdakı binada. Sən evə gedəsən, hə? Onda bura bax, sabahları gəlib məni götürərsən, gedərik, yaxşı? Başdan. Hə, yaxşı, yavaş. Davay, görüşərik. Yatdı ol. Görüşərik, davay. Qaldırım səni yuxarı? Yox, özüm gedəcəm, şu an. Hə, nənə, işlədi? Hə, bala, tutdu kanalı. Hə, heç nənə, bax sən serialına, bax, narahat olma. Mən də indi ixtiyarla danışarım. Öpdüm, özünə yaxşı bax. Nə yığır ya mən? Alo. Hardasan? Hardasan deyirəm də. Nənə səni yığmışdı? Hə. Xəstəxanadaydım, sonra da Farizə apardım, düşürdüm. Başım qarışıq idi, ona görə. Başım atsın, özüm yığacam nənəni. Xəstəxana nədir, nə olub ki? Heç nə, salamatçılıq. Salamatçılıqdır deyib mənə nə yola verirsən? 2 saat evdən çıxdığın, zəng edirəm, deyirsən xəstəxanadayım. Fariz nə söhbətdir? Ədi qaqa, sənlik bir iş yoxdur da, danışarıq sonra, davay. Mən bu Farizin kartlara qoydum ya. Gülnar. Sabahın xeyir, ay Salmaz xala. Sabahın xeyir qızım. Deyəsən çox səs görədim, səni də oyatdım. Yox ay qızım, yeməyin iyinə durdum mən. Bəh, hər şey düzəltmisən ki, türklər demişkən, əlivə sağlıq. Ay qız, niyə yatmamısan, səhər tezdən durmusan? Nə bilim, ay Salmaz xala. Öyrəşmişəm də, evdə də elə belə yeməyə, hər şeyi hazır edirəm. Səni alan gün gördü, bax, deyim sənə. O səni alan, dedim, yadıma ixtiyar düşdü. İxtiyar axşam zəngzad eləyib sənə? Yox, niyə yıxsın ki məni? Ay qız, niyə bir soruşmalıdır ki, hardasan, neyinirsən?
Bir gün harasa gedəcəksən? İnstituta gedəcəm elə. Əla. Zəng elə ixtiyara, gəlsin aparsın səni instituta. Yox ya, heç olmaz. Əziyyət olar. Elə özüm taksi ilə gedərəm də. Ay qız, nə əziyyət? Taksi nədir? Sən taksini tanıyırsan, ixtiyarı tanıyırsan. İxtiyarında mən elə gəlir ki, könlündən keçir ki, səninlə danışsın. Zəng elə gəlsin, səni aparsın. Nə bilim. Ay qız, nə utanırsan? Qoy mən zəng eləyim, səndən zəng eləyən olmaz. Yatmayıbsan deyəsən. Yox, əmi, yatmışam. Nədir ki? Nətər yatsan, ya gözlərinin altı qaradır. Nə mən ola bilər də, gözdən ağarım. Yaxşı, onda mən qalxıram ofisə. Bu günlərin çoxlu iş var. Yaxşı, çatdırılası bir şey var. Hə, yaxşı, əmi, oldu. Sən elə qalxana ki, mən çataram, mən narahatam. Elə şey. İşliysən də canavarsan, halal. Gözləyirəm ha. Oldu, görüşər yəni. Bəli, Solmaz xala. Sağ ol, yaxşıyam, sən nə tərsən? Hardasa bir 40 dəqiqəli işim var, ora gəlib çıxmaqla bir yerdə bir saat. Hə, oldu, problem yoxdur. Şeydir, mən sağa zəng eləyərəm, deyərəm, düşər. Hə, yaxşı, özünə zəng vuraram. Oldu, Solmaz xala, yaxşı. Nərmin xanım, atanızın əməliyyatı bitdi. Yaxşıdır. Əməliyyat 9 saata yaxın davam elədi. Atanızda L1, L2 səviyyəsində partlayıcı tipli, yəni burst fəqərə sınığı var. Fəqərə cismi demək olar ki, tam şəkildə çökmüşdü. Sümük fraqmentləri də spinal kanala doğru yer dəyişmişdi. Əməliyyat zamanı ciddi kompressiya və onurğa beyin strukturunda zədələnmələr müşahidə etdik. Biz dekompressiya apardıq, yəni təzyiqi aradan qaldırdıq. Yəni həkim təhlükə keçdi də. Cərrahi mərhələ demək olar ki, nəzarət altına alınıb, amma nevroloji zədələr də qalır. İlkin kliniki mənzərəyə baxdıqda xəstənin aşağı ətrafda motor funksiyasının geri dönmə ehtimalı çox aşağıdır. Yəni? Yəni atanızın yeriyə bilmə ehtimalı çox aşağıdır. İlk 72 saat çox kritikdir, amma biz ailəni real proqnoza hazırlamalıyıq. 3 gün atamız reanimasiyada nəzarət altında saxlanılacaq. Ödəm, hemodinamik stabilliyi və erkən ağırlaşmalar izlənəcək. Görə bilərəm atamı? Təəssüf xeyr. O hal-hazırda reanimasiyadadır. Amma önümüzdəki bir neçə saat vəziyyəti stabil qalsa, sizi bir neçə dəqiqəlik yana buraxa bilərik. Başa düşdüm. Allah şəfa versin. Çox sağ olun. Sağ olun. Kerim! Salam. Bura gəl, Kerim! Qardaşım, nə dərsən? Bir dənə mənim bir balaca işim var, onu bir dənə görüm. Sonra Otur başına, işim var, otur! O, suka! İxtiyar bizim yerimizi hardan bilirdi? Mən nə bilim, qardaşım, sən mənə 50 dənə iş tapşırmışdın. Necə yəni nə bileyim? Bizim orada olduğumuzu səndən başqa heç kim bilmirdi, ancaq sənə demişdim. Bəlkə Nərmin deyib.
Hayda. Ay can, Tək nə? Niyə qoydun getdin ala biz orada? qoydun getdin deyəndə ki, mən oradan baxırdım, elə qapıdan baxdım. Gördüm ki, ixtiyar dağ buğda qardaşımı bir dənə kəllə vurub elə sərdi yerə. Mənim üstümdən keçər o. Mən də belə qaçdım ki, gedim kömək çağırım da sənə. Eybi yox. O mən evlilik təklif eləyəcəyim qızın yanında vurdu. Mən də ondan bundan sonra kişi kimi dava eləməyəcəm ya. Nə qədər hamı ilə kişi kimi dava eləmişsən. Nə danışsala burnumun içində orada? Heç nə, deyirəm ki, şeydir, özü qaşındı da, onun palojnasıdır, sən hələ gec qalmısan. Məsələn, vaxtında demişdim onu. Boş-boş danışma, düşürətdə olmaşında. Gəl. Gəl. İxtiyar, bax, qadın olaram, bu çanta əmanət da, yaxşı? Hə, narahat olma, həmişə kimdən o? Yox da həmişə kimi deyil də, bu prioritet çantadır. Nədir? Yəni vacib çantadır da, yaxşı? Yerdə qalanlar da hamısı şeydə, bütün çantalar bagajdadır. Ha. Yaxşı, bir də mənə görüm təxmini nə vaxtda bitirərsən, mən onu da bileyim. Yox, bunları paylasam, özdə mənim bir işim var, orada dəyəf gələcəm də. Ora dəyəndən sonra bunları da paylasam, gün ortaya qutararam da 2 sözədə. Yox, sən yaman tez-tez işlərin, o qaraqora işlərlə məşğul deyirsən. Yox, əmir, nə qaraqora işdir? Qovun var, onu şey eləməli. Hə, heç nə yox, get. Oldu, narahat olma, narahatam. Qadan olaram, ehtiyatlı ol. Davay. Yaxşı, davay. Kim? Alo. Kim? Hansı Bəhruz? Hər şey üçün çox sağ ol. Yaxşı ki, hər şey üçün minnətdarım. İnsan haqsızlıq görəndə Çox sağ ol. Mən borcumu yaxında ödəyəcəm sənə. Faizini də verərsən, Nərmin. Zalimin bizə elə bir ki, qaytarsın deyə vermişəm pulu. Salam. Nəsəsən? Yaxşıyam. Çox gözlətdim səni. Yox, 10 dəqiqə olar. Bağışlayın, sana da əziyyət verirəm. Yox, problem yoxdur. Gedirik də. Sənin üstün hardadır? Bilmirəm ha. Ev yox, gəl otur. Proqrama varıq, gedərik. Adam deyərsən bana. Otura bildin? Hə, buraxın gəlsin. Gəl, xoş gəlmisən. Nətərsən, nə var, nə yox? Sağ olun, siz nətər? Keç əyləş bir dənə çay içək. Əyləş. Buyur, qardaş. Mən uzatmaq istəmirəm. Dün axşam haradaydınız? Bu qədər yaxın oldu, ha? Yox, səhv başa düşdünüz. Mənə sizin axşam harada olmağınız maraqlı deyil tək. İxtiyar maraqlıdır mənə. Adam kənddən gəlir mənim evimdə qalır, mən ona görə narahatam. Dünən axşam zəng edirəm adama, deyir ki, xəstəxanadaydı sizlə. Mən də onu soruşuram. Nə olmuşdu qardaş? Yaxşı, deyim də. Birincisi, İxtiyarla dünənlər biz bir yerdə olmamışıq. İxtiyar mənə zəng elədi, dedi ki, mənim dostumun atası xəstəxanadadır, oradayam. Sonra da gəldi mənə götürdü işə. Nədir ki məsələ?
Siz məni düz başa düşünün. Məsələ odur ki, bu adam kənddən yenə deyirəm, dünən gəlib. Gələndən 1000 dənə zibilə düşür. Gələndə cibində 1 qəpik olmayan adam bu gün əli pulla oynayır. Evə bazarlıq edir, gətirir, nə bilim, ürəyi istədiyi hər şeyi alır, istədiyi yerdə oturur, evə yığışmır. Pul xərcləməkdən evə yığışmır. Soruşuram ki, nə iş görür bu adam? Ay ixtiyar, Solmaz xala mənə demişdi sənə deyim. Nə deyir? Deyirdi ki, axşam yeməyinə çağır ixtiyarı. Yeməyə. Yeməyə... Günlər heç bilmirəm, işlər zadda çoxdur, heç bilmirəm, çatıb gələ biləcəm, axşam gələməyəcəm. Heç süt onda. Deyirdim sənə axşam bir bulğuna bişirim, sən də yeyəsən. Valla Solmaz xala tapşırdı, yoxsa məcbur eləməzdim. Amma mənim işçimdir. Başa düşdüm də sənin üçün istəyir, qardaşım. Amma nə iş deyir? Bu adam yerimi süpürür, pəncərəmi silir. Neyniyir bu adam, qardaş? İşləyir sözü böyük sözdür. Soruşuram ki, bu adam nə işləyir? Sən mənlə yaxşı danışmısan, ha? Başa düşməyə çalış da mənə, qardaşım. Gələndən 1000 dənə zibilə düşür, hər zibildən çıxanda da bu adam daha da imkanlı olur. Belə iş olur, qardaş. Nə işləyir? Çətin sual vermirəm ki, bu adam nə işləyir? O, kətdə yediyimiz buğlamadan da bildiyimiz. Hətta əvlasından özdə. Qəşəng buğlama. Əslində, yaxşı olardı. Mən də açığı bezmişəm burada şəhərdə kalbasa yeməkdən. Yaxşı bir kənd yeməyi olsaydı, yeyərdim. Doğrudan. Deyilmi Solmaz xalaya, əti qoysun qaynamağa? De. Yaxşı. Rayondan turşu da gətirmişəm. Buğlamanın yanında axşam turşulu zaddı yeyərik. Sən nə gözəl söhbət edirsən, Gülnar. Tam mən istəyən belə turşulu zaddı. Kət yeməyi çoxdan da yemirəm. Nə yaxşı oldu, hə? Yox, sənə niyə qəribə gəlir ki? Kişi işləyir, pulunu qazanır da. Burada nə var ki? Nə işləyir də? Amma mənim sağ əlimdir. Faris, kimin əmək kitabçasında görmüsən ki, yazılsın ki, vəzifəsi sağ əli, buna maaş verilsin. Hələ bir qocalanda da bundan sonra pensiya alsın. Dolamısan sən məni? Sual verirəm, cavab ver də. Nə işləyir bu adam? Dəqiq denən görüm, nə işləyir? Bilmək istəyirsən, hə? Bax, Gülnar, sən hər gün gedirsən dərsə? Hər gün deyəndə ki, elə bir 6 bazar getmirəm da. Hə, 6 bazar evdə olursa eləmi? Yaxşı deyə əslində. O vaxt prosta alınmadı, imkan olmadı. Mən də bir oxuyardım, təhsilim zadım olardı. Heyf. İndi qrup yoldaşı olmuşduq. Hə, mən indi oxusaydım, biz bir yerdə oxuyurduq, eləmi? Nə sumkalardı? Dəyərli sumkalardır. Elə dəyərli olduğuna görə də yaxşı pul qazanır. Mənə güvənli adam lazımdır, qadanan, başa düşdün? Mənim öz qohumumun güvənli adam olmağına şübhəm yoxdur, Fariz. Sualım başqadır, o sumkanın içində nə var? Sən nə işin qab çantanın içində nə var? Deyəsən buranı göstərir, qabaqdadır. Hə, deyəsən burada elə. Mən tanıyıram şəhəri belə, prosta indi bəzi yerlər var ki, oraları bilmirəm. Sənin universitetinə getmirəm axı, mən onu görə bilmirəm. Hə, sür, qız gəzikir. Nətər nə işvə qalıb? Bəlkə bu uşaq bu sumkanın içində narkotik daşıyır. Sən başın qaşda uje, normal danış mənlə. Mən yaxşı bilirəm nə Sən yaxşı bilmirsən, normal danış deyirəm mənlə. Yaxşı bilirəm, o uşaq özü bilir nə daşıyır heç olmasa. Yox, bilmir. Burada eləmi? Satdır. Sağ ol, ixtiyar. Sən də sağ ol. Deyir sat. Get, sağ ol. Get, sat sonra. Baxımda birdən başına bir oyun zad gələr. Başqa bir şey gəlmir. Salam Ayxan. Nə varsan, nə var? O var ya bu. Fariz, belə iş görmürlər. Dedim də dəyərli şeydir. Sənətdir. Nə sənətdir o? Nə sənətdir ki, bir onun daşınmağına görə bu qədər pul verirsən? Ver poçt aparsın da, ver kuryer aparsın da, qardaş. Nədir də bu adam nə iş görür? Nə var o sumkanın içində? Bilmək istəyirsən nədir onun içində? Hə də, bəs bura nəyə gəlmişəm? Gəl görsədim. Gəl.
Suyda. Ha! Ne olur ha burada? Ne varsınız ha? Sana ne olur? Yani elini aşağı sal ha. Sana ne olur ha? Sizin... Biraz yavaş ha. Səsimi tonla aşağı sal, sənən qoyub qıraram. İxtiyar. Sizə görə cəmaat çölə çıxa bilmir, Biz nəsə dedik, soruşduq ki, burada oxuyur ya yox. Deyir istəmirəm zafiyyə. Nə olur, nəyə gəlirsiniz qızın üstünə? Yavaş ya. Tək görürsünüz. Özünün səsini yaşarsan ha. Bir Bir öz hərəkətinizə fikir verin. Cəmaat yoldan gedir, gəlib sataşırsınız, dağarsınız. Sataşmadıq, söz soruşdu. Nə deyirsən? Sən nə deyirsən? Baxıram belə qanacaqlı oğlansan özün. Mən də mərdimazar adam deyiləm. Bilirəm ki, ixtiyar da sənə əmanətdir. Hə də qardaş, mən niyə bəs bu şəhərdən boğazımı cırıram? Yəni ona görə də iş, bunu içində olanı ixtiyarın özü də bilmir ha. Bir dənə sənə göstərirəm. Sadir. Ağlıyam mən, normalım. Əlini sal aşağı. Əlini yığışdır. Sənim sal. Kimə? Yavaş biraz. Yavaş. Hərəkətinə fikir ver ha, bir cəmaat. Neysə qaqa, neysə, yanında qız var, səndən başqa cür danışmaq istəmirəm. Bax belə, neysə yox. Ha başqa cür danışmağa qarışsan ha. Deyirəm də, sağ yanında. Bax belə. Yaxşı oldu. Başı gedir cəmaata. Sağ ol ey. Cəmaat təmiz, vicdansız olur. Bax bura belədir də. Sağ deyirəm ehtiyatlı ol. Gedək səni yola salım. Bax çək. Sadəcə bunun içində olanlar elə adamlara gedir ki, onu mən səni incimədən ümumiyyətlə deyə bilmərəm. Yaxşı? Qırış prospektin sənədi idi. Sən deyəsən baxmaq istəmirsən onun içinə. Göstər. Nə vaxt çıxasan dərsən? Saat 6-da. 6-da. 6-da ki, işlərim qutarar ya. Şeydir, gəl götürərəm səni, yaxşı? Yaxşı, xəbər eləyərəm da sağ. Hə, xəbər eləyirsən. Gədələr bəlkə də buralardadır. Ehtiyatlı ol. Mən gecikirəm, mən gedim. Cavab get görüşürük. Sağ ol. Hələlik xəbərləşərik. Sağ ol. Hadi. Ay, sumka. İndi bildin çantanın içində nədir? Mən kiməm, sən bilən. Belə ki məntiqə, sığan cavablar əntiqə. Necə ki eyni yerdə bir də atın rəngidə. Yatanda gecə gözləmək ki kimsə zəngidə. Soruş mən kiməm, tərkiməm. Elə bir dünya var ki çoxdur bir quru ölümdə. Dilim nağıl dərin daxıl görən üçün zülümdür. Bu döngülər düyündür və yenə ad günümdür. Çünki mən dərd edən. Onlar da əvvəlki ağlımı susardım incə pərdədən. Qovuşdu xeyli əkiz fikir çıxdı fərqli kəllədən. Örüncə bir gözəl mina dağıtdım incə pərbədən. Sanki mən tərk edən. Elə bir dünya var ki ağrılardı bərkidən. Elə bir dünya var ki əminlik böyükdü bəlkədən. Elə bir dünya var ki lal kimi idi tərk edən.